Uşaqlar, mövzumuz Excel olacaq və Excel ilə bağlı əslində Udemy-də 2 dənə ya 3 dənə video olmalıdır. Ümid edirəm ki, baxmısınız. Mən hal-hazırda sizə ən önəmli olan hissələri danışacağam. Amma əvvəlcə istəyirəm ki, bir müqayisə eləyək. Word faylı açıram, bu əvvəlki dərsimizə aid olan bir şeydir. Amma müqayisə üçün bunu göstərməliyəm sizə. Bax, siz Word faylını işə salanda, təzə bir Word sənədi açanda, normalda sizi belə bir səhifə qarşılayır. Yəni, bunun üzərində iş görəcək, yazı yazacaq, mətn üzərində işləyəcək və s. İndi isə Excel proqramını işə salaq və aralarındakı fərqə baxaq. Bax, normalda sol tərəfdə blank workbook yazılan bir hissə var. Bunun üzərinə vurursunuz və Excel faylı açılır. Word-də səhifə dediyimiz bir anlayış var. Burada da iş vərəqləri gördüyünüz kimi sol tərəfdə adı yazılıb. Sheet 1, 2, 3 belə adlandırılır. Azərbaycanca kitablarda, orta məktəb dərsliklərində buna iş vərəqləri deyirlər. Və bu vərəqlər hazır formada sütunlardan, gördüyünüz kimi A, B, C, D, Y, F, G və s. və sətirlərdən, sətirlərdə 1, 2, 3, 4 olaraq nömrələnib sətir və sütunlardan ibarətdir. Yəni, buradakı iş sahəsi Word-da olan iş sahəsindən fərqlənir və təbii ki, proqramların öz mahiyyəti də fərqlidir. Bildiyiniz kimi, Word daha çox mətnlər üzərində iş üçün nəzərdə tutulduğu halda, Excel-də hesablamalar, diaqramlar üzərində iş, cədvəllərin analizi, bu tip əməliyyatlar əsasən nəzərdə tutulur. İndi, uşaqlar, burada bir neçə vacib məsələni mən sizə göstərim. Sonra keçəcəyik digər fayla. Digər faylda ətraflı danışacağım. Orta məktəb kitabında nələr var bununla bağlı. Gördüyünüz kimi, biraz əvvəl dedim, sütunlar bu şəkildə qeyd olunub. Sətirlər sol tərəfdən nömrələrini görürsünüz. Sütun və sətrin kəsişdiyi hissə adlanır xana. Məsələn, hal-hazırda seçilmiş xana C3 xanasıdır. Şahmat taxtasında olduğu kimi xanaları adlandırırsınız. Əvvəlcə sütunun adı, sonra isə sətrin nömrəsi deyilir. Və eyni zamanda sol tərəfdə C3 yazılan bir bölmə var. Name box yazılıb gördüyünüz kimi. Baxın, həmin hissədə hansı xananı seçmişsinizsə, həmin xananın adı yazılır. Xanaların xətlərinin görünüb-görünməməsi məsələsi. Bu, biraz qarışıq bir məsələdir. Bizim proqramımıza da aid deyil. Normalda biz bunu özümüz nizamlaya bilirik. Bu dediklərim proqramdan bağlı bir şey deyil, uşaqlar. View-yə gəlirik. Burada show hissəsi var. Show hissəsindən nəyin görünüb-görünməyəcəyini seçmək mümkündür. Amma dediyim kimi, bu çapla bağlı olan hissələr bizim proqramımıza aid deyil. İstəsəz göstərə bilərsiniz, istəsəz görünməsini təmin edə bilərsiniz. Standart halda Ctrl-P vursaq heç bir şey görsənməyəcək. Amma misal üçün buralara hansısa bir məlumatlar yazsaq və Ctrl-P desək, gördüyünüz kimi vərəq üzərində məlumatlar görünür. Bunun görünməsini istəyirsinizsə, sadə bir dənə yolunuz var. Gəlirsiniz, buranı qeyd edirsiniz. Homeland tabında font hissəsi var. Buradan gəlirsiniz, xətləri All Borders görürsünüz. Bunu vurdunuz. Bundan sonra Ctrl-P. Həmin qeyd elədiyiniz hissənin xətləri görünür. O görünməyən xətlərə tor xətləri deyilir. Əslində, onların da görünməsini təmin etmək olar. Amma dediyim kimi, bu proqramda olan bir şey deyil, bizə aid deyil. YouTube kanalında Excel ilə bağlı videolar var. Hal-hazırda lazım olmasa da gələcək üçün istəsəz baxa bilərsiniz. Cədvəl olanda, bəli, cədvəl formasında göstərilir. Biraz əvvəl xətləri çəkdim, göstərdim. Bax, o şəkildə. İndi, uşaqlar, birdən bu iş vərəqinin nə qədər böyük olduğunu sizə göstərmək istəyirəm. Sonra keçərik proqram üzrə danışarıq. Baxın, A1 xanası seçili olanda kontrol düyməsi və aşağı ox düyməsini vuranda ən axıra gedib çıxırıq. İş vərəqi burada bitir. Bu sondur. 1.048.576 dənə sətir var. Kifayət qədər böyük bir şeydir. İmtihana düşən deyil. Sadəcə ümumi sizdə təsəvvür yaransın deyə deyirəm. Yuxarıda sütun adlarını görürsünüz. A, B, C, D, Y, F belə gedir. Sağa doğru gedirəm. Əlifbadır, İngilis əlifbası. Son hərf Z-dir. Bax, Z-dən sonra ikili kombinasiyalar A, A, B, A, C belə gedir. Və kontrol düyməsi ilə bərabər sağ ox düyməsini vursam, gedir ən sonuncuya çıxır. Bu da X, F, D xanasıdır. Kontrol Home-dan qayıda bilirik və yenidən A1 xanasına gəldik. Dediyim kimi, bu 1.048.576 və s. XFD elə şeylər imtihana düşən deyil. Sadəcə ümumi təsəvvür yaransın deyə, iş vərəqinin nə qədər böyük olduğunu görəsiz deyə bunu göstərdim. Və normalda bir dənə iş vərəqi hal-hazırda görürsünüz, amma sağ tərəfdə baxın, plus düyməsi var. Bu plus düyməsinin üzərinə vurmaqla ikinci, üçüncü, dördüncü iş vərəqlərini də
bu şəkildə yarada bilirsiniz. Hər bir iş vərəqində ayrı-ayrı məlumatlar yazmaq, hesablamalar aparmaq, diaqramlar qurmaq mümkün olur. Bu Excel faylını bağlayıram və keçirik digər Excel faylımıza. Hal-hazırda bax, bu Excel faylını sırf orta məktəb proqramı əsasında hazırlamışam. Dərsliklərdə nə varsa onları bura yazmışam. Yəni imtahanda bizə nə düşə bilər? Sırf o istiqamətdə. Və bu Excel faylı Udemy-də videoların altında var. Kim kompüterdə praktika eləyəcəksə, kimin kompüteri varsa praktika eləsin bu arada mütləq. Excel faylını endirib elə kompüterinizdə açıb üzərində işləyə bilərsiniz. Buradan oxuyarsınız, baxarsınız, hissə-hissə öyrənərsiniz. Həm dərsin videosuna, indi çəkirəm onsuz da videonu, baxa bilərsiniz. Həmçinin Udemy-dən daha detallı orada var, oradan da baxa bilərsiniz. Başlayırıq uşaqlar. Sağ tərəfdə gördüyünüz kimi vacib olan, orta məktəb kitabında olan anlayışları qeyd eləmişəm. Birinci növbədə elektron cədvəl proqramı, Excel elektron cədvəl proqramıdır. Uzantısı XLSX-dir, bunu mütləq yadda saxlayırıq. İş kitabı və iş vərəqi anlayışları. Bu kitab məsələsi artıq bir dəfə qəbulda düşüb. Bunu sizə göstərməkdən ötürü bunu minimallaşdırıb təzə boş bir Excel faylı açıram start menüsündən və yeni bir gördüyünüz kimi Excel faylı var. Yuxarı hissəsində baxın Book 1 və qarşısında Excel. Excel proqramının adıdır bu heç. Burada isə adı görürsünüz Book 1. Kitab 1 belə adlandırır və bunları da səhifə, kitabın səhifələri kimi qəbul edirlər. Ona görə workbook və worksheet belə adlandırırlar bunları uyğun olaraq. Yəni Excel faylı necə adlanır? Cavab kitab. Book 1. Bir dəfə qəbulda olub dediyim kimi artıq bu sual və yenidən qayıdırıq öz faylımıza. Növbəti anlayışlarımız sətr və sütun anlayışlarıdır, artıq onları dedim. Sütunlar İngilis əlifbasının böyük hərfləri ilə bu şəkildə adlandırılır. Biraz əvvəl baxdığımız kimi. Sətirlər isə ədədlərlə nömrələnir. Keçirik xana anlayışına. Hər hansı bir xananı adlandıran zaman əvvəlcə sütunun adını D, sonra sətrin nömrəsini qeyd edirsiniz. D3. Bax, bayaq da dedim sizə, sol tərəfdə Namebox adında bir hissə var. Orada hansı xananı seçsəz, onun adı yazılır. Məsələn, A1 xanasını seçirəm, A1 yazıldı. S3-ü seçdim, S3 yazıldı və s. Həmçinin burada misal üçün D7 yazıb Enter-i vursaz, avtomatik olaraq D7 xanasına gedirsiniz. D7 xanası seçilmiş olur. Və ya tutaq ki, B100 yazıb Enter-i vurub B100-cü xanaya gedə bilərik. Və ya A1 yazıb, səhv yerə yazdım. Yuxarıya gəlirəm, A1 yazıb ən başa qayıda bilərsiniz. A1. Belə. Xana və onun adlandırılması, aktiv xanalar və cari xana anlayışı. Mouse'un sol düyməsi vasitəsilə indi elədiyim kimi müəyyən xanalar qrupunu seçə bilərsiniz. Seçilmiş bu xanalar qrupu adlanır diapazon. Amma indi baxacağımız anlayışlar diapazon yox, aktiv, passiv və cari xana anlayışlarıdır. Baxın, bu seçilmiş xanaların hamısı aktiv xanadır. Kənarda qalan xanalar passiv xanalardır və seçilmiş xanalardan diqqət eləyəsiniz, bir dənəsinin rəngi açıqdır. Mən hal-hazırda klaviaturadan Enter düyməsinə vururam və o gördüyünüz kimi açıq rəngdə olan xana dəyişir. Bax, bu rəngi fərqli olan xana adlanır cari xana. Yəni, bunların hamısı, boz rəngdə olanların hamısı, bu çərçivənin içində olanların hamısı aktiv xanalardır. Rəngi açıq olan həm aktivdir, həm də caridir. Niyə görə onu fərqləndiririk digər aktiv xanalardan? Çünki hər hansı bir məlumat yazası olsaz, həmin xanaya yazılacaq. Bu belə, bunu da yadda saxladıq və gəldirik xanaya məlumatın daxil edilməsi məsələsinə. Hər hansı bir xananı seçirəm və bura info yazıram. Info. Sadəcə xananı seçirəm və yazıram. Başqa heç nəyə ehtiyac yoxdur. Və gördüyünüz kimi kursor burada yanıb sönür. Biz Enter düyməsini vuranda artıq xana məlumata daxil məlumat xanaya daxil edilmiş sayılır. Bax, Delete düyməsi ilə bunu sildim. Təzədən başlayıram. Info yazdım. Və Enter-i vurdum. Artıq B4 xanasında info məlumatı daxil edilmiş oldu. Bu xanaya daxil etdik. Amma bir dənə problem var. Info yazmışam. Sonradan deyirəm, niyə info yazdım ki? İnformatika yazardım. Bu xananı gəlib təzədən seçirəm. İnformatika yazıram. Amma gördüyünüz kimi belə bir şey olur. Mütləq yadda saxlayırsınız. Əgər içində məlumat olan xana seçilib birbaşa ora məlumat daxil etmək istəsək, köhnə məlumat silinir. Bir dənə də belə bir şey göstərim təzədən. Bax, kitab yazdım. Enter vurdum. Məlumat neçədir? D5 xanasına yazıldı. Bu xananı seçirəm. Kitablar eləmək istəyirəm. Lar yazdım. Enter vurdum və gördüyünüz kimi köhnə silinir,
yerinə yenisi gəlir. Ctrl Z vasitəsilə geri qayıtdım. Yaxşı, istədiyim şeyi, onları ora necə əlavə edə bilərəm? Bir neçə yolumuz var. Birinci, bu xananın üstünə gəlirəm, mouse'un sol düyməsini 2 dəfə vururam. Double klik. Əgər kursoru orada gördünüzsə, artıq rahat şəkildə dəyişiklik eləyə bilərsiniz. Bax belə. Yenə Ctrl Z ilə geri qayıtdım. Digər bir yol, xananı seçdim. Klaviaturadan F2 düyməsini vururam. Eyni şeydir, F2. Və yenə artıq burada dəyişiklik eləyə bilərəm. Və daha populyar və önəmli olan bir yol, yuxarıda baxın, belə bir uzun sətr var. Bu sətrin adı formula bar, düstur sətridir. Siz hər hansı bir xananı seçəndə birbaşa formula barının içərisində onun tərkibi görünür. Və siz kursoru bura qoyub, burada da məlumat üzərində dəyişiklik edib enteri vura bilərsiniz. Beləliklə, yenə də məlumat dəyişdirilmiş olacaq. Amma dediyim kimi, məsələn 12 yazdım, bax bura. Məlumatı birbaşa daxil eləyəsi olsanız, kursor orada yoxdursa, birbaşa daxil eləyəsi olsanız, köhnə məlumat silinmiş olacaq. Və Word ilə bağlı belə sual tipləri var. Sözün ortasına kursoru qoyduq, delete-i vurduq, backspace-i vurduq. Bundan əvvəlki dərsdə danışmışdıq onsuz da. Delete sağdakıları silir, backspace soldakıları silir. Bax, burada fərqi yoxdur. Delete-i də vursaz və ya backspace də vursaz, bütün məlumatlar silinir. Amma Ctrl Z ilə qaytaraq və xananı seçib sadəcə delete və backspace-i bir dəfə vurursunuz, hər şey silinir. Amma bunun üstünə double klik eləsəz, kursoru burada harasa qoysaz, bundan sonra proses Word-də dediyimiz kimidir. Yəni, backspace sol tərəfdəkiləri belə. Delete isə sağ tərəfdəki simvolları silir. Bundan sonra Word-ün qaydaları işləyir artıq. Diapazon və onun adlandırılması. Dimin ən çox sevdiyi sual tiplərindəndir uşaqlar. Diapazon və onun adlandırılması. Diapazon xanalar çoxluğudur. Bax, bu şəkildə seçilmiş xanalara deyirik diapazon. Və bu diapazonla bağlı nəyi bilməliyik? Diapazon necə adlandırılır? Orada sətirləri necə sayırıq? Sütunları necə sayırıq? Bu hissəni qeyd edeyim. Bunun üzərində yazıb sizə göstərəcəm. Deməli, uşaqlar, ümid edirəm ki, görüntü var hal-hazırda. Bu diapazonu necə adlandıracaqsınız? Diapazonu adlandıranda, bax, soldan birinci xananın adı yazılır və sağdakı sonuncu xananın adı yazılır. Yəni, bu diapazon B2, birinci xanaya baxın, B2 və Y8 adlanır. Y8. Diapazonu göstərməkdən ötürü 2 nöqtə işarəsindən istifadə edirsiniz. 2 nöqtə. Və diapazonla bağlı suallar, məşhur suallar hansılardır? Deyir ki, sətirlərin sayı neçə dənədir? Sütunların sayı neçə dənədir? Və diapazondakı xanaların sayı neçə dənədir? Bax, bunların tapılması bizdən tələb olunur. Bəzən bu sətir, sütun sayma məsələlərinə gələndə deyirlər ki, belə baxıb buradan sayıram da, amma sənə şəkil vermir axı. Sənə sadəcə, məsələn, belə bir şey verir. B2, Y8. Yaxşı, necə eləyəcək? Bu sayma prosesi necə gedəcək? Birinci, sətirləri sayırsınızsa, tez yadınıza salmalısınız ki, sətirlər ədədlərlə göstərilir axı. Bax, 2 də daxildir, 8 də daxildir. Bunu riyaziyyatdakı 2-8 parçası kimi fikirləşin, daha rahat olsun. Necə eləyəcəksiniz? Böyük ədəddən kiçik ədədə çıxıb, üstünə 1 gəlirsiniz. Bu olur sətirlərin sayı. Sütunları barmaq hesabı B, S, D, Y. Adətən bu F-dən o tərəfə keçmirlər. Ona görə bəzən bu hissəni deyəndə deyirlər ki, əlifbanı bəs mən bilmirəmsə, problem yoxdur. Yəni F-dən o tərəfə keçmirlər. Lap keçsələr də, xatırlayırsınızsa, əvvəl keçdiyimiz mövzulardan biri kriptografiya ilə bağlı, Sezar şifrəsi və s. Orada nəsə şifrələmə ilə bağlı əlifba bizə lazım olanda verirdilər əlifbanı. Burada da çox uzaqlara geçsələr, əlifbanı verəcəklər. Yenə bir problem olmayacaq. Deməli, B, S, D, Y, 4 və sonra da sətir vurulsun sütunla düz bucaqlığın sahəsini hesabladığımız kimi xanaların sayını tapmış oluruq. Belə. Bu yazılış qaydasını mütləq yadda saxlayın. Diapazon necə adlandırılır? Soldan birinci xana ən yuxarı, sol ən yuxarı və sağ ən aşağıdakı xananın adları ilə göstərilir. Mütləq araya 2 nöqtə qoyulur. Yəni, buradan bura qədər bütün xanalar deməkdir. Və sətir sütunlarının sayılması, o da düşünürəm ki, sadə bir məntiqdir. Bir problem yəqin ki, olmaz. Belə uşaqlar, bu ilkin təməl anlayışlarımızdır. Burada olanları yekunlaşdırdıq və keçirik növbəti hissəyə.
Növbəti hissədə diapazonlarla işləməyi öyrənəcəyi ilk olaraq sum funksiyası üzərində bəzi əməliyyatlara baxacağıq. Sum riyazi əməliyyatdır, yəni toplama əməliyyatıdır. Burada məqsədimiz diapazonu tanımaqdır, diapazonun nə olduğunu görməkdir. Uşaqlar, Excel praktika eləyəndə rahatlıqla öyrənə biləcəyiniz bir proqramdır. Necə? Baxın, sum funksiyası. Siz funksiyanı necə yazacaqsınız? Birinci, bərabər işarəsini daxil edirsiniz klaviaturadan. Sonra funksiyanın adı, sum. Funksiyanın adını yazırsınız. Sonra mötərizə açırsınız. Burada onsuz da funksiyanın yazılışı göstərilib. Tutaq ki, biz buradakı ədədlərin hamısını toplamaq istəyirik. Birinci ədəd hardadır? A2-də. A2-ni yazdıq. Klaviaturadan 2 nöqtə qoyduq növbəti mərhələdə və sonuncu xanaya gəlirik. Sonuncu xana isə D5 xanasıdır. Daha sonra da D5 xanasını yazırıq. Və D5. Baxın, uşaqlar, Excel sizə kömək eləməkdən ötürü əlindən gələni eləyir. Diqqət eləyirsinizsə əgər, siz baxın, bu D5-i yazan kimi avtomatik olaraq o bütün diapazonu göstərdi. Tutaq ki, mən səhvən D4 yazdım 5 yazmaq əvəzinə. O zaman sizə göstərir, deyirsən ki, mən bu aşağıdakıları toplamalıydım axı. Demək ki, 4 yox, 5 yazmalıyam. Bax, praktikanın önəmi budur. Düzdür, Excel'də elə fantastik bir şey yoxdur. Bizim proqramımız sadədir. Amma yenə də kimin kompüteri varsa, praktika eləsin, daha rahat formada yadınızda qalacaq. Daha sonra mötərizəni bağladınız, bir dənə enteri vurursunuz və nəticəni sizə verir. İndi uşaqlar, bu xananı yenidən seçirəm, klaviaturadan delete düyməsi vasitəsilə düsturu silirəm və bir neçə fərqli diapazon da sizə göstərəcəm ki, hər şey daha aydın olsun. Bərabər yazdım, sum yazdım, mötərizəni açdım. Tutaq ki, ancaq A-nın altında olan ədədləri, yəni A sütununda olan ədədləri toplamaq istəyirəm. Sadə formada kiçik yaza bilərik samı. Bəli, fərqi yoxdur. Rahat görsənsin deyə böyük hərflərdən istifadə edirəm. A2 və 2 nöqtə yazıram. A5 yazıram. Bax belə. Mötərizəni bağlayıb enter vuracam, toplayacaq yenə də. Və yaxud da ancaq istəyirəm ki, bax, o ikinci sətrin qabağında olan ədədlər var. Burada 3, 9, 12, o biri 12. Ancaq bunları toplasın. Bu zaman deyirəm ki, bəs hardan başlayacağım? A2-dən. 2 nöqtə qoyuram. Bəs harda dayanacağım? Dayanacağım yer D2. D2 yazdım və hər şey hazırdır. Sadəcə mötərizəni bağlayıb və enteri vurmaq yetərlidir. Və yenidən bərabər yazıram, sum yazıram, mötərizəni açıram. Yenə bütün diapazonu toplamaq istəyirəm. Əslində, uşaqlar, belə bir qaydamız var. Bərabər sum, mötərizə aç. Gəl, mouse'la buranı seç. Excel sənin yerə düsturu yaza bilir. Amma öyrənmə prosesində özünüzün əllə yazması daha uyğundur. Mötərizəni bağladıq və enteri vurduq bayaqki kimi. İndi ümid edirəm ki, diapazonu başa düşdünüz. Biraz da praktika eləməklə daha rahat başa düşmək olar. İndi F2 düyməsi ilə bu düstura daxil oluram. Bayaq sizə dedim, xana tərkibini dəyişmək üçün F2. Bir dənə kiçik dəyişiklik edəcəm, uşaqlar. Bax, burada da yazmışam, diapazonda 2 nöqtə və nöqtə vergül fərqi. Buradan 2 nöqtəni silib nöqtə vergül yazıram. Əgər burada buna diqqət eləyərsiniz testlərdə və s. Əgər burada nöqtə vergül verilibsə, ancaq və ancaq adları çəkilən bu 2 dənə xananı toplayacaq. Təbii ki, siz bunların sayını artıra bilərsiniz. Nöqtə vergül, məsələn, C2-ni də toplasın əlavə olaraq. Excel 255 ilə belə ayrı-ayrı ünvan yazmağa icazə verir. Və enteri vurursunuz, nəticəni göstərir. Ən çox edilən səhvlər, diqqətsizlik səhvləri elə bununla bağlıdır. Bu hissədə xüsusi diqqətli olmalısınız. Testlərə mütləq diqqətli şəkildə baxın. 2 nöqtədir, nöqtə vergüldür. Onları nəzərdən qaçırmayın. Uşaqlar, birazdan başqa funksiyalar da keçəcəyik. Həmin funksiyalarda da diapazon anlayışı, funksiyanın yazılması eyni cürdür. Yəni, onlarda da belə detallı danışmayacağım. Sadəcə funksiyanın adı dəyişəcək, mötərizəni açmaq, yazı qaydaları, 2 nöqtə qoymaq və s. Bunların hamısı digərlərində olduğu kimidir. Və uşaqlar, bir dənə var önəmli tərifimiz. Nədir bu tərif? Baxın, deyir ki, istinad düsturda istifadə edilən xana ünvanlarıdır. Gəlin belə bir şey yazaq. Bərabərdir.
Bax, adi riyaziyyatda olan topla-çıx, vur, böl kimi qaydalardan istifadə edə bilirsiniz. Bərabərdir. Samı daha sadə formada yazıram. Bu 3 olan xana A2, üstə gəl, digərlərində S2 olsun, klaviaturadan yazdım. Üstə gəl, bir dənə də D5 olsun, bunda mouse'dan seçdim. Və Enter vurdum, 20. F2 ilə bunun tərkibinə daxil oluram, plus bir dənə də 10 yazıram. Baxın, özünüz də klaviaturadan ədəd daxil edə bilərsiniz. Yəni, kalkulyator kimi bu normal hesablayacaq. Yəni, bunları toplayacaq, buradan nə almışdı? 20. Üstünə də bir dənə 10 gələcək və nəticəni 30 olaraq verəcək. Məqsədim bu bu tərifə gəlməkdir. İstinad düsturda istifadə olunan xana ünvanlarıdır. Baxın, sizə belə bir düstur versə və desə ki, bu düsturda neçə istinad var? A2, S2, D5 deyəcəksiniz. Onu klaviaturadan ayrıca ədəd kimi daxil eləmişik. O istinad deyil. Yəni, istinad deyəndə düsturun içində olan xana ünvanları başa düşülür. A2, S2, D5. Bunu tərif kimi yadda saxlayırıq. Məntiqi zadı yoxdur yəni. Sadəcə bir tərifdir. Və sonra keçirik növbəti işarələrə. Uşaqlar, təməl qaydalarımız, təməl riyazi əməllərimiz. Toplama, çıxma, vurma, bölmə. Burada gördüyünüz kimi. Bax, bunların hamısı Excel'də istifadə olunur. Vurmanın yerinə ulduz, bölmənin yerinə slash qoyacaqsınız. Bunlar standart. Bunları göstərmirəm, adi. Bir dənə burada qüvvətə yüksəltmə var. Gəlin bunu göstərim. Bərabərdir. Məsələn, nə olsun? 5-in qüvvətində 4 olsun. 4 nədir? S4. Belə. Və Enter'i vurduq. Oldu 625. Bax, yazılış forması budur. Ədəd, qüvvət işarəsi və sonra onun qüvvətini yazırsınız. Təbii ki, misal üçün istəsəz bura belə də eləyə bilərsiniz. 2 yazdım. Bu şəkildə. Yəni, yarısını, bir dənə ədədi buradan götürsün. Qüvvəti də mən klaviaturadan daxillədim. 5-in kvadratı. Və 2 dənə də sadə əməliyyatımız var. Amma bunlar sonra da lazım olacaq. Məsələn, SQRT blok sxemlər quranda istifadə olunur alqoritmdə. Ona görə bunu mütləq yadda saxlayın. Həm Excel'də, həm də digər mövzularda lazım ola bilər. Bu ABS moduldur. Məsələn, bu -8 ilə yoxlayaq. Adi riyaziyyatda bildiyimiz modul. Standart. Belə. Elədir, müsbət. SQRT-də kök almadı. Nə ilə yoxlayaq? Kök, 9 var burada. Belə. Kök altında 9. Bu şəkildə. Və bir də bəzən riyazi olaraq bildiyimiz hər hansı bir şeyi Excel'də yazanda çətinlik çəkirik. Misal üçün, gəlirəm bu xanaya, yazıram 27 və keçirəm başqa hər hansı bir xanaya, bərabərdir yazıram. Bu 27 haradadır? S8-də. Bunun qüvvətində aç mötərəzə 1 bölünsün 3. Bunun cavabı nə olacaq? Mesaj bölməsinə yazın. Standart, bəli, 3. Baxın, normalda bunu riyazi olaraq hamı bilir, hamı yazır. Amma Excel'də belə bir şey görəndə bəzən qarışdırırlar. Yəni, adi standart qayda. Yəni, riyaziyyatda istifadə edədiyiniz həmin qaydalar Excel üçündə keçərlidir. Bu tip şeylər görsəz, riyaziyyatda necədirsə, eyni formada. Bir xanada ancaq bir funksiya istifadə etmək olar, bir düstur yazmaq olar, deyək. Bir funksiya istifadə etmək deməyimiz düzgün deyil. Niyə görə? Çünki belə eləyə bilərəm. Bax, sum, aç mötərəzə, buradakı ədədləri topla, plus, modul, aç mötərəzə, bu 8-i də götür, onun üstünə gəl. Mən indi bir dənə düstur, amma bir düsturun içərisində 2 dənə funksiya istifadə elədim. Belə. Yenə belə bir şey də qarşınıza çıxsa, nə edəcəksiniz? Riyazi olaraq yanaşma eləyəcəksiniz. Amma burada bir xanaya bir düstur yazdıq, sadəcə düsturun içərisində bir hesablama yazdıq. Yəni, sadəcə bir hesablamanın içində 2 dənə ayrı-ayrı funksiyadan iç-içə də ola bilər. Bəli. İç-içə də ola bilər. Məsələn, burada mənfi ədədlər var, tutaq ki, topladın. Elə tam bax, sən dediyin kimi modul. Bunları topladıq, mənfi ədəd alınır. Ön tərəfinə modul yazarıq. Bəli. Çevirər onu, müsbət eləyər. Yəni, orada da artıq mötərəzələrə baxıb, tam olaraq riyaziyyatda necə əməliyyat aparırsınızsa, həmin formada əməliyyat aparmalısınız. Misal üçün, buradakı ədədi də
eləyək mənfi. Bunların samı təbii ki, mənfi ədəd verməlidir. Bu şəkildə. Bunun qarşısına bir dənə modul yazaq. Aç mötərizə. Amma burada özünüz praktik eləyəndə mötərizələrə diqqət edin. Neçə dənə mötərizə açılıbsa, o qədər də bağlanmalıdır. Yoxsa xəta verəcək. Belə, bu formada iç-içə funksiyaları və s. ola bilər. Yəni, nə edəcəksiniz? Riyaziyyatda olduğu kimi içəridəki mötərizəni hesablayıb, sonra çöldəkinə baxırsınız. Bu da belə uşaqlar. Burada təməl hesablamalarımız var idi. Sam, təməl, riyazi qaydalara baxdıq və keçirik növbəti düsturlarımıza. Növbəti düsturların üzərində çox qalmayacağım, amma birinci növbədə belə bir şey var uşaqlar. Bax, sol tərəfdə namebox dedik. Onun sağ tərəfində belə uzun bir sətir var, formula bar dedik. Bir də bu formula barın ön tərəfində bir dənə fx düyməsi var. Görürsünüz? Insert functions deyir. Funksiya daxil etməkdən ötürü. Bunu vuranda belə bir pəncərə açılır. Funksiyalarının işləməkdən ötürüdür. Orta məktəb kitabında bu pəncərənin açılma qaydalarını veriblər. İmtahana da düşə bilər. Əlavə olaraq, siz burada yuxarıda baxın, home, insert belə gəlir. Formulası var burada. Formulasının ən sol tərəfində eyni düyməni görə bilərsiniz. Hə, bir də baxın, üstünə kursoru gətirəndə Shift F3 yazır. Yəni, klaviaturadan da Shift F3 vasitəsilə bunu eləyə bilərsiniz. Bu nə üçündür? Bax, mən biraz əvvəl sizə dedim ki, məsələn, düsturu yazanda bərabər, burada da yazılıb, bərabər qoyuruq, düsturun adını yazırıq, mötərizəni açırıq, bağlayırıq və s. Tutaq ki, mən Excel-dən işləməyə təzə başlamışam, tam olaraq bilmirəm funksiyanın yazılış qaydasını və ya əvvəl istifadə etdiyim bir funksiya deyil, yeni bir funksiyadır, tanımıram hələ, bilmirəm necə işləyir. Bu zaman nə edirəm? Baxın, tutaq ki, sum funksiyasından istifadə edəcəm, ilk dəfə istifadə edirəm. İstəyirəm ki, buradakıların cəmi bura yazılsın. Necə yazacağımı bilmirəm. Gəlirəm bura, fx-i vururam. Bu yuxarıda search funksiyaları axtar hissəsi var. Bax, bura sum yazıram, enteri vururam və sumla bağlı nə qədər funksiya varsa, bunların hamısını çıxardır. Və sum'ı seçdim, adi sadə toplama lazımdır mənə. OK deyirəm, keçir növbəti mərhələyə. Burada mənə yazılı formada izah eləyir. Deyir ki, kursor bax buradadır. Deyir ki, sən hər hansı bir hissənidir, toplamaq istədiyin hissəni seçə bilərsən. Seçdim. Əgər istəsən, başqa hissələri seçə bilərsən, deyir. Nəticəni də göstərir və əgər OK düyməsini vursam, cavabı bura yazacaq. Bundan sonra mən gəlib buranı seçib yuxarıdakı formula bardan və yaxud da burada F2 düyməsini vurmaqla xananın içərisindən düsturun tərkibinə baxa bilərəm. Belə. Bir də düzdür, bizim proqramımızdan çox əlaqəli bir şey deyil uşaqlar, amma göstərim onda sizə. Yenə buradan fx düyməsini vururam. Funksiyaların kateqoriyaları var burada. Kateqoriya hissəsindən bütün funksiyaları seçirəm. Və baxın, burada funksiyaların adları bu formada gedir. Excel-də funksiyaların sayı həddindən artıq çoxdur. Bunu niyə görə göstərirəm? Bəzi hallarda kimsə deyir ki, mən Excel-i tam öyrənmək istəyirəm. Excel-i tam bilən bir adam yoxdur. Yəni, siz bu funksiyaların həldə davam edir, baxın. Siz bu funksiyaları başdan axıra qədər öyrənmək istəsəz, böyük ehtimal ki, axıra gedib çıxanda başdakılar yaddan çıxacaq. Ona görə Excel-də bir var, ümumi hər kəsin bildiyi, istifadə elədiyi funksiyalar, sadə ki, bir çoxlarına biz də baxacağıq. Bir də var ki, sırf sən haradasa işləyirsən, sənin işi ilə bağlı olan funksiyalar. Yəni, normalda hamının bildiyi şeylər var, kurslarda və s. olar, keçilir. Bir də sən gedirsən, işləməyə başlayırsan, deyirsən, hə, demək ki, mənim iş yerimdə bu funksiya lazım imiş. İş yoldaşların sənə kömək edir və ya internetdən baxırsan, o funksiyaları da əlavə olaraq öyrənirsən. Yəni, Excel elə-belə sadə, bizim bu danışdıqlarımızdan ibarət olan bir proqram deyil. Yəni, ucsuz, bucaqsız bir proqramdır və dediyim kimi, yəni, heç kəs, heç vaxt mən %100 Excel bilirəm deyə bilmir. Təməl şeyləri bilə bilər. Özünə aid olan, öz işində lazım olan bütün funksiyaları bilə bilər. Amma burada 600-dən yuxarı idi səhv eləmirəmsə funksiya sayı və makrosların əlavə funksiyalar və s. də əlavə eləmək olur. Yəni, tam olaraq Excel bilmək deyə bir anlayış yoxdur. Hər kəs özünə lazım olan şeyləri bilir. Belə, indi gəlirik bu aşağıda olan funksiyalara. Sadə funksiyalarda uşaqlar average ədəd ortadır, maksimum, minimum, diapazondakı ən böyük və ya ən kiçik ədədi tapır. Count isə saymaqdır. Bir dənə təhlükəlisi bu sonuncudur, countdur. Average-i göstərim sizə sürətli bir formada. Deməli, burada olan ədədlər və ya bütöv ədədlərin ədədi ortasını tapmaq üçün istifadə edə bilərik. Standart bayaq samı necə eləmişdiksə, eyni formada bərabər, average
yazdıq. Lazım olan diapazonu qeyd elədik. Yəni, normal riyaziyyatdakı ədəd ortadır, uşaqlar. Topla sayına böl. Həmin məntiqdir. İndi burada sayı 12 dənədir deyə, içində 3 vurğu var deyə belə bir şey alındı. Yəni, nə olması önəmli deyil. Əsas mahiyyətini bilin. Keçirəm sürətli şəkildə maksimum və minimum funksiyalarına. Bu diapazon üçün maksimum funksiyasını işə salası olsaq, diapazondakı ən böyük ədədi tapacaq. Neçədir? 5-dir. Hə, ən böyük ədəd. Əgər minimum funksiyasını bu diapazon üçün işə salsaq, bu zamanda -2 qiymətini tapmış olacaq. İndi uşaqlar, bunların içərisində ən təhlükəli olana keçirik, count funksiyasına. Birinci növbədə belə deyirəm. Burada ümumi, deməli, 12 dənə xana var. Xanalardan bəzilərinin içərisindəki ədədləri silirəm ki, bəzi xanalarımız boş olsun. Bunların bəzilərinə böyük ədədlər yazıram. Bunların bəzilərinə mətin daxil edirəm. Məsələn, gələk bura 4 kilometr yazdım. Belə, bu formada. Və mən bu diapazona count tətbiq edəcəm. Buna diqqətlə qulaq asın, çox önəmlidir. Count funksiyanın adını yazdıq. Aç mötərizə, diapazonu qeyd elə, mötərizəni bağla, enteri vur və tapdı 8. Niyə görə 8 tapdı? İndi bununla bağlı danışaq. Baxın, count belə deyir. Sənin seçdiyin diapazonda içində ədəd olan xanaları götürür, sayır. İçində ədəd olan xanaları. Bax, bu hissəni qeyd edeyim. İndi gəlin baxaq. Burada 1 var. Bunu saydı. Burada yenə 1 var. Bunu saydı. Burada -2 var. Bunu saydı. Bu 3'ü, bu 5'i, bu 4'ü, bu 2'ni, bu 1250'ni saydı. Yəni, ümumi olaraq, deməli, 1, 2, 3, 4, 5, 6, 7 və 8. Belə, bu şəkildə. Yaxşı, bəs bu? Əgər sən ədədin yanında belə kilometr, nəsə başqa bir söz və s. yazmısansa, bu artıq ədəd deyil. Excel bunu ədəd kimi qəbul eləmir. Və ya burada hər hansı bir mətin daxil eləmirsənsə və ya boş xana varsa. Bax, bir də deyirəm, sadə bir təriflə yadda saxlayırsınız. Count funksiyası daxilində ədəd olan xanaları sayır. Ədəd mənfidir, müsbətdir, tamdır, kəsirdir, çox rəqəmlidir, bir rəqəmlidir, heç bir önəm daşımır. Hə, bu xanada ədəd var, hə, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, işi bundan ibarətdir. Belə. Mətinlərinin işi yoxdur, boş xanalarının işi yoxdur, içində ədəd varsa sayacaq. Bu da count funksiyası. Xüsusilə buna diqqət edərsiniz və uşaqlar gəlirik nisbi mütləq ünvan anlayışlarına, bunları başa düşməkdən ötürü bir praktika eləyəcəyik. Birinci növbədə burada bir cədvəlimiz var. Bu cədvəli mən sizə izah edeyim. Sonra da bu cədvələ bir düstur yazacağıq. Baxın, təsəvvür edin ki, siz bir şirkətdə işləyirsiniz. Həmin şirkətdə məhsul alışı manatlandır. Amma xariclə də işləyirsiniz deyə bəzi hesablamalarda siz bu məhsulların dəyərini dollarla da göstərməlisiniz. Baxın, məhsulların adlarını şərti olaraq məhsul 1-2 belə yazmışam. Birinci məhsulun qiyməti 70 manatdır, 10 dənə var bundan. İkincinin qiyməti 120 manatdır, 8 dənə var bundan. Bax, indi bunun dəyərini manatla hesablamalıyıq. Dəyəri manatla hesablamaqdan ötürü 10 dənə var bundan və qiyməti də 70 manatdır. 700 edir də, düzdür, ümumi dəyər. Bərabərdir 70 manat, yəni D3, vurulsun, bu neçədir? Y3. Belə sadə bir riyazi əməliyyat eləyirik bu formada. 700. Bir dənə baxın tərkibinə. 70 vurulsun 10, yəni. Adi, sadə riyazi bir gediş elədik. Və Excel avtomatik olaraq bunu hesablayır. Amma Excel'in əsas xüsusiyyəti təbii ki, belə sadə hesablamalar yox, daha kompleks hesablamalardır. İndi baxın, uşaqlar. Mən istəyirəm ki, burada da 128-ə vursun, burada 100-ü 5-ə vurub 500 yazsın və s. Bu cədvəl 10 dənə məhsuldan ibarətdir. Amma tutaq ki, sizin şirkətinizdə 100 dənə, 1000 dənə belə məhsul var. Nə edirsiniz? Birinci xanaya düsturu yazandan sonra gəlirsiniz bu sağ aşağı küncə. Baxın, mouse'un göstəricisi ağ pliusdur hal-hazırda. Bura gələndə qara rəngli plius olur. Bura gəlib burada bir dənə double klik eləyin. Avtomatik olaraq bu düsturu digər xanalara tətbiq edir. Və ya kitablarda yazılan üsulu deyim mən sizə. Kitablarda daha çox belə yazırlar. Bunu qeyd elə, sağ aşağı küncünə gəl, qara plius olanda mouse'un sol düyməsini sıx, aşağıya doğru çək. İndi uşaqlar, bu aşağıya doğru çəkmək də yaxşı bir üsuldur. Amma 1000 dənə məhsul olsa, bunu belə çəkə-çəkə get, o qədər də sərfəli deyil. O zaman ən yaxşı üsulumuz bu olur. Double klik.
avtomatik olaraq cədvəlin axırını tanıyır. Cədvəlin axırına qədər hər yerə bunu tətbiq edir. İndi gəlin düsturun tərkibinə baxaq. Görək hər şey düzgündürmü? Təbii ki, düzgündür. Amma biz istəyirik ki, bunun mahiyyətini başa düşək. Bu mövzunu mən bir dəfə keçəcəm, amma Udemy-də 2 ya 3 videodur, bilmirəm, yadımda deyil. Deməli, uşaqlar, birincidə F2-ni vururam, D3 vuraq Y3, 70 vuraq 10, onsuz da rənglərindən göstərir. İkinciyə gəlirəm, 120 vur 8, yəni D4 vuraq Y4. Üçüncüyə gəlirəm, D5 vuraq Y5, D6 vuraq Y6. Bax, hər dəfə düşəndə D7 vur Y7. Rəqəmləri bir dənə artıra gedib. 4 dənə videodur Udemy-də. Hə, ola bilər. Bax, bu şəkildə. Ola bilsin ki, hissələrə ayırmışam, ona görə elədir. Amma əvvəlcədən baxmalıydınız da Udemy-də olan videolara ki, bugün mənim danışdıqlarımı daha rahat şəkildə başa düşəsiniz. Belə uşaqlar, bu düsturun sadə formada aşağıdakı xanalara tətbiqi. Amma əsas diqqət eləməli olduğunuz bax budur. Düstur dəyişməsinə baxın. D3 vuraq Y3, aşağıya düşdük. D4 vuraq Y4, D5 vuraq Y5. Yəni hər dəfə aşağı düşəndə ədədlər 1-1 artır. İndi keçirik növbəti mərhələyə. Deməli, mən bu 700 manatı dollar olaraq göstərmək istəyirəm və dolların kursu 1.7-dir. Belə deyirəm, bərabərdir 700, yəni F3 bölünsün 1.7, 1,7 Azərbaycan standartı. Və Enter-i vururam. İndi yuvarlaq bir ədəd aldı. 412 dollar təxmini olaraq. Kəsr hissəsini yuvarlaqlaşdırası olsaq. Bundan sonra yenə seçdim bunu. Aşağıya çəkirəm və ya double klik eləyirəm. Digər xanalara da avtomatik tətbiq olunur. Amma burada belə bir məsələ var uşaqlar. Bu cədvəl çox böyükdürsə və siz bir neçə yerdə dollarla əməliyyat aparmısınızsa, bu formada yazmağınız çox da məsləhət deyil. Niyə məsləhət deyil? Çünki kurs dəyişə bilər. Misal üçün, kurs 1.7-dir, oldu 1.5 tutaq ki. Dollar düşdü və ya manatın dəyəri artdı tutaq ki, dəyişiklik oldu. Bu zaman siz əgər cədvəldə 10 yerdə belə düstur yazmışsınızsa, böyük bir cədvəli təsəvvür edin, bütün düsturları dəyişməlisiniz. Bu əlverişli olmadığına görə, bəli, vurulsun J1, bundan istifadə edirlər. Bax, bunu seçdim. Tamamilə bütün düsturları silirəm. İndi belə deyirəm, bərabərdir 700, yəni F3 vurulsun. Buradan da J1-i seçirəm və Enter-i vurulsun yazdım. Nə yazmalıydım? Bölünsün yazmalıydım. Və artıq gördüyünüz kimi düstur yenə hesablandı, tətbiq olundu. Dollarla 700 manat hesablandı. İndi baxın, tutaq ki, cədvəldə bir 5 yerdə, 6 yerdə bu kursdan istifadə eləmişsiniz və kurs oldu 1.5. Siz bir dənə yuxarıdan kursu dəyişirsiniz, bütün cədvəldəki məlumatlar avtomatik dəyişir. Bir də gedib bir baxmağa, axtarmağa, tapmağa, düsturu əllə dəyişməyə ehtiyac qalmır. İndi Ctrl-Z. Bax, düsturu bura yazdıq. Bayaq nə eləmişdik? Double klik eləmişdik və ya aşağıya doğru tutub çəkmişdik. Və tərkibi avtomatik olaraq D3 vuraq Y3, D4 vuraq Y4 bu şəkildə dəyişmişdi. Eyni şeyi gəlib bura eləyirəm, amma bu dəfə bir problem çıxır. Bu arada bu div 0-0 bölmə xətasıdır. Niyə görə problem oldu uşaqlar? Birinci, əvvəlki düzgün olan düsturlarımıza baxırıq. D3 vuraq Y3, D4 vuraq Y4. Hər dəfə ədəd bir dənə artır. Baxın, indi buna F3 vuraq J1. Bu bir dənə aşağı gedəsi olsa, tərkibi necə olacaq bunun? F4 vuraq J-də dəyişir axı. Baxın tərkibinə. F4 vuraq J2. Bölək J2. Vurma, bölmə qarışdırdım. F4 bölək J2. Və J2-də heç nə yoxdur axı. Normalda Excel hesablama zamanı belə boş xanalara rast gələndə bunu 0 kimi götürür və 960 bölü 0 kimi bir şey alır. Bu da riyazi olaraq bildiyiniz kimi düzgün deyil. Ona görə 0-a bölmə xətası verir. Amma biz bu problemi indi həll eləməliyik. Misal üçün, bəzən belə deyirlər dərsdə. Deyirlər ki, götürüb bu 1.7-ləri belə aşağıya doğru hər yerdə yazaq. Niyə o qədər uzun bir şey yazaq ki, bu düstur, məsələn, bu cədvəlimiz 1000 sətirdən ibarət ola bilər. Sərfəli deyil. Onun əvəzinə, bəli, məhdudiyyət işarəsindən istifadə edirik. Ünvanı mütləq ünvana çeviririk. Bu xətalar olan hissəni delete vasitəsilə silirəm, düstura gəlirəm. Baxın uşaqlar, bunu praktik eləyərsiniz. J1-i seçirəm,
Üstünə double klik eləyin, seçilir. Ya mausuna sürüşdürüb seçə bilərsiniz. Və klaviaturadan bir dəfə F4 düyməsinə vururam. Bir dəfə F4-ü vururam. Və J-nin də qarşısına, 1-in də qarşısına məhdudiyyət işarəsi, normalda daha çox buna uşaqlar dollar işarəsi deyir. Necə istəyirsiniz deyin, önəmli deyil adı onsuz da. Məhdudiyyət işarəsi yaxud da dollar işarəsi qoyur. Bu o deməkdir ki, artıq sürüşmələr zamanı sağ tərəfdə olan J1 dəyişməyəcək. Buna mütləq ünvan deyirik və ya mütləq istinad deyirik. Və indi baxın, double klik elədim və hər şeyi hesabladı. Mən bunun düzgün olub olmadığını görmək istəyirəm. Hə, bu arada uşaqlar proqramda yoxdur, amma diqqət eləyərsiniz, burada vergüldən sonra çox rəqəm var. İstəmirəm də bu qədər çox rəqəm olsun. Bax, number hissəsində sıfırları belə artırıb azaltmaq üçün düymə var. Bundan istifadə edib, məsələn, deyə bilərsiniz ki, vergüldən sonra 2 rəqəm qalsın. Belə. Hə, indi gəlin sürətli bir formada baxaq tərkibinə. J-yə məhdudiyyət işarəsi qoymasaq düzgün işləməz, işləyər. Onsuz da aşağı yuxarı gedəndə ancaq ədədlər artır. Bax, F3, vuraq J1, düşdü aşağı, F4, vuraq J1. F-in rəqəmi hər dəfə dəyişir. F5, F6, F7, F8 və s. Amma J1 həmişə olduğu kimi öz yerində qalır. Belə. Hal-hazırda biz bu düstur üçün J-nin qarşısındakı məhdudiyyəti silə bilərik. Niyə? Çünki biz düsturu aşağı çəkirik. Aşağı çəkəndə ancaq ədəd dəyişir. Ümumiyyətlə, düsturda 2 dənə parametr var. Hərf və ədəd, yəni sətri göstərən ünvan və sütunu göstərən ünvan. Məhdudiyyət işarəsi hansının qarşısındadırsa, ona məhdudiyyət qoyulmuş olur. Əgər sən düsturu aşağı çəkirsənsə, biraz əvvəl baxdıq axı, bax, belə aşağı düşəndə F-ə fikir verin, F-lərə. Onsuz da F dəyişmir ki, ancaq F-in qarşısındakı ədəd dəyişir, düzdür? Əgər sən istəsən, buradan təkcə 1-in qarşısına bu dollar işarəsini qoya bilərsən bu şəkildə. J, məhdudiyyət 1. Və yenə də bu düsturu aşağıdakıları silək, aşağıya doğru çəksən, düzgün şəkildə hər şey işləyəcək. Belə. Amma yenə də, yəni çox vaxt belə eləyirlər bunu, hər ikisinin qarşısına qoyurlar ehtiyac olmasa da. Testlərdə də hər iki formasını görə bilərsiniz. Belə uşaqlar, əgər siz ümumiyyətlə bu məhdudiyyət işarəsindən istifadə eləməmisinizsə, məsələn F3, sağ tərəfə baxın, bu ünvana deyirlər nisbi ünvan və ya nisbi istinad. Əgər biraz əvvəl eləmişdik, həm J-nin, həm də 1-in qarşısında məhdudiyyət işarəsi varsa, buna deyirlər mütləq istinad. Əgər birində var, birində yoxdursa, buna deyirlər qarışıq istinad. Bunlar da mütləq şəkildə qayda kimi, bəzən soruşurlar ki, bunun məntiqi nədir? Məntiqi yoxdur da, bir addır sadəcə. Qayda kimi yadda saxlayırsınız adlarını. Və məhdudiyyət işarəsinin mənası, məntiqi önəmlidir. Onda məntiq olaraq başa düşməlisiniz. İndi uşaqlar, gəlirik əsas məsələyə. Deməli, çox diqqətlə qulaq asırsınız. Belə bir dənə düsturumuz var. Tutaq ki, bizdən soruşur ki, bu düsturu bir xana aşağı çəksək, düstur hansı formaya düşəcək? O dəqiqə nə fikirləşirsiniz? Deyirsiniz ki, əgər düsturu biz aşağı və ya yuxarı hərəkət elətdiririksə, sol tərəfə baxın, aşağı və yuxarı hərəkət elətdiririksə, bu zaman ədədlər dəyişməlidir. Əgər aşağıya doğru gediriksə, ədədlər artmalıdır, yuxarıya doğru gediriksə, ədədlər azalmalıdır. Amma məsələn A1-də heç nə dəyişməli deyil də. Niyə? Çünki mütləq ünvandır. Ona görə aşağıda bu belə olacaq. Bax, məhdudiyyət A, məhdudiyyət 1. Üstə gəl. Məhdudiyyət işarəsi burada S-nin qarşısındadır. Yəni, ancaq S-yə təsir elədiyinə görə nə olacaq? Məhdudiyyət S8 olacaq. Üstə gəl. Bu Y11 olmalıydı, amma qarşısında məhdudiyyət olduğuna görə buna dəyişməyə icazə verməyəcək. Bu Y məhdudiyyət 10 olaraq qalacaq. Üstə gəl D7, D8 olacaq. Üstə gəl 5. 5 xana ünvanı deyil, adi, kənardan verilmiş bir ədəddir. Ona görə o heç vaxt sürüşmələr zamanı dəyişmir. İndi uşaqlar, bura qədər keçdiyimiz hissələr, düsturlar və s. var idi. Orada siz Excel-də praktika eləsəz daha yaxşıdır. Amma bunları Excel-də yox. Excel onsuz onu öz eləyir də, sənlik bir şey olmur axı. Ona görə bax, evdə belə eləyirsiniz. Bu düsturu götürüb yazırsınız bir dənə kağızın üstünə. Deyirsiniz ki, bunu bir xana aşağı köçürsəm nə olar? Yazdınız.
Sonra deyirsiniz ki, yaxşı, birdən məndən soruşsa ki, 2 xana ya da 3 xana aşağı sürüşdürsək nə olar? Bax, 1, 2, 3. Əgər bura gətirsək, məhdudiyyət A, məhdudiyyət 1 olduğu kimi qalacaq. 3 xana gəlir deyə 7 üstəgəl 3. Bunun yerinə 10 yazacaqsınız. Burada məhdudiyyət işarəsi ədədin qabağındadır deyə bu dəyişməyəcək. Burada 7-nin üstünə 3 gələcəksiniz, 5 də konstantdır, sabit olaraq qalacaq. Əgər siz bu düsturu bir xana yuxarıya doğru aparmaq istəsəz, o zaman ədədlər bir-bir azalacaq. Məhdudiyyət yoxdursa, təbii ki. A1. A1-i fikirləşməyinə dəyməz uşaqlar. Bu hara gedir, getsin, olduğu kimi qalır. C-nin qarşısında məhdudiyyət var. 6. Üstəgəl Y 10 olduğu kimi qalacaq. Üstəgəl D 6, üstəgəl 5 formatında olacaq. Belə. Aşağı gedirik, ədədlər artır. Yuxarı gedirik, ədədlər azalır. Amma məhdudiyyət işarəsi yoxdursa. Burada onun qarşısında məhdudiyyət var deyə dəyişə bilməyəcək. Mütləq istinadlar, ünvanlar heç vaxt dəyişməyəcək. Yaxşı, bəs sağa və sola hərəkət zamanı nə olacaq? Sağa və sola deyəndə, bax, buradakı hərfləri fikirləşirsiniz. Sağa, sola. Bu zaman əlifbadakı ardıcıllığa diqqət eləməlisiniz. Sağa doğru gedirsinizsə, hərflər bir-bir artmalıdır. Sola doğru gedirsinizsə, əlifbanın əvvəlinə doğru hərflər bir-bir azalmalıdır. Yenə də bir xana sağa doğru gətirəsi olsaq, A1 bərabərdir yazdıq, A1 olduğu kimi qaldı. C7. Normalda bu D7 olmalıydı. Da sağa sola gedirik deyə ədədlər dəyişmir, uşaqlar, ancaq hərflər. Bu D7 olmalıydı, amma məhdudiyyət var deyə dəyişə bilmir. Məhdudiyyət C7. Üstəgəl gəldik bura. Burada məhdudiyyət var, amma ona aiddir da, onun qarşısındadır. Ona görə Y-dən sonraki hərf nədir? F olacaq. F, məhdudiyyət 10. Üstəgəl D nisbi ünvandır. D-dən sonraki hərf nədir? Y olacaq. Y7, üstəgəl 5. Əgər bunu sola doğru aparası olsaz, bu zaman da hərflər azalacaq, yəni əlifbanın başına doğru qayıdacaqsınız. Yəni bu Y-nin əvəzinə nə gələcək? D gələcək. D-nin əvəzinə D-dən əvvəlki hərf nədir? Bunun əvəzində S gələcək, olacaq S7. Biz normalda belə deyirik. Bir dənə cümlə ilə bu düstur sürüşmələrini yadda saxlamağa çalışırıq. Düsturumuz nədir? Daha doğrusu cümləmiz nədir? Əgər düsturu aşağı və yuxarı sürüşdürürüksə, bu zaman ədədlər dəyişir. Əgər sağa və sola sürüşdürürüksə, bu zaman hərflər dəyişir, amma məhdudiyyət işarəsi yoxdursa. Sadəcə bu. Dediyim kimi, uşaqlar, bu hissə çox önəmlidir. Amma bunu Excel'də yox, kağız üstündə eləməlisiniz. Elə bu düsturun özünü yazarsınız. Bir dənə aşağı, bir dənə yuxarı, bir dənə sola, bir dənə sağa əllə yazın. Çox rahatdır yəni. Bir balaca məntiqini tutsaz ki, aşağı yuxarı ədədlər, sola, sağa hərflər dəyişir, amma məhdudiyyət işarəsi olmayanda dəyişir. Və salam, bununla hər şeyi həll edirsiniz. A-da olsa və sola sürüşdürsək nə olacaq? Xəta verəcək. Məsələn, təsəvvür eləyin ki, burada belə bir şey var. Elə bunun üzərində göstərim. Bu yoxdur. Bax, belə. Tutaq ki, birin qarşısındakı məhdudiyyət yoxdur. Sənə deyir ki, bunu bir dənə yuxarıya apar. Nə olacaq? Sən də deyirsən ki, bu A1-də axı birin qarşısında da məhdudiyyət yoxdur. Yuxarı aparsaq bir dənə azalmalıdır da, düzdür? Olmalıdır A0. O zaman demək ki, yuxarı aparsaq xəta verəcək. Əgər buradan da götürsək bunu, A-nın da qarşısından götürsək və desək ki, bu tərəfə doğru apar, nə olacaq? A-dan əvvəl hərfi yoxdur axı, yenə xəta verəcək. Sadəcə buradakılardan kənara çıxmayacaq. Yəni, birdən o tərəfə gedə bilmir. Yəni, orada bir yolu yoxdur. A olsa sola, onu dedim indi. Sola sürüşdürsək, yenə xəta verəcək. Ədədlərdə necə? Hərflərdə də eyni formada olur proses. Yəni, sürüşmə zamanı mümkün olmayan bir ünvan alınırsa, xəta verir. Belə. Bu hərf üçündə ola bilər, bu ədəd üçündə ola bilər. Kompüterdə onu özünüz də elə sürüşdürüb baxa bilərsiniz, amma dediyim kimi, bu sürüşdürmə məsələsi kompüterdə yoxlamağınız məsləhət deyil. Orada onsuz da siz heç bir şey eləmirsiniz, hər şeyi Excel eləyir. Yaxşı olar ki, bunu kağız üzərində eləyəsiniz. Uşaqlar, bundan sonra danışacağım hissələr artıq çox informatika deyil. Daha çox riyazi, biraz da məntiqi yanaşma tələb edən hissələrdir. Burada diaqramları görürsünüz. Orta məktəb kitabında verilən diaqram tiplərini mən bura şəkillərini kitabdan götürüb atmışam. Hansı diaqram tipləri var? Sütunlu diaqram var, xəttli diaqram var, dairəvi diaqram var, histoqram var ki, histoqramı, sütunlu diaqramı qarışdırıblar orta məktəb kitabında. Nə gəldi, yazıblar.
E, Yəni histoqram sütunlu diaqramın sütunların bir-birinə yapışmış variantıdır. Birazdan göstərirəm onu sizə. Ümumi olaraq bir dənə bu qarışıqlığı nəzərə almasaq, orta məktəb kitabında 3 tip diaqram haqqında danışır. Sütunlu diaqram, xətti diaqram, dairəvi diaqram. Dairəvi diaqramda faiz, hissə və s. belə şeylər onsuz da riyaziyyatda da var. Onunla əlaqələndirib testlər tərtib eləyirlər. Xətti diaqram sadədir, qalxma enmələri göstərir. Yəni bu da məncə riyaziyyatdan, fizikadan bildiyiniz bir şeydir. Və bir də diaqramla bağlı burada qeyd etdiyim anlayışlar var. Bunlara da diqqət eləyərsiniz. Yuxarıda diaqramın başlığı, diaqramın qurulduğu yer, qurulma sahəsi adlanır. Nəyin nə olduğunu göstərən hissə var. Birazdan bunu daha yaxşı, bu şəkil biraz solğundur. Daha yaxşı formada bir şəkildə göstərəcəm sizə. Legenda adlanır. Oxlar bu X, Y oxları nəzərdə tutur və sıralar bu sütunları nəzərdə tutur. Bu belə. İndi gəldik müxtəlif tip diaqramlara. Gəlin əvvəlcə belə eləyək. Baxın, burada gördüyünüz kimi müxtəlif ədədlər verilib. Bu ədədləri qeyd edirəm. Ədədləri qeyd edəndən sonra insert gəlirəm bura. Buradan charts bölməsindən diaqramları qura bilirik. Mən bu sağ tərəfdəki ox işarəsinin, bunun necə edilməsi bizim üçün önəmli deyil, uşaqlar. Ox işarəsinin üzərinə vururam və buradan bütün diaqramlar hissəsinə keçirəm və orta məktəb kitabında verilənləri sizə göstərəcəm. Birinci kolum, sütunlu diaqram. Bax, budur. Üstünə gələndə böyük formada göstərir. Adi bildiyiniz diaqram tipidir və ya belə, bu şəkildə görünə bilər. Sonra digəri line, xətti diaqramdır. Xətti diaqram. Buradan da müxtəlif versiyaları var. Sonra pay dairəvi diaqramdır. Bu da bildiyiniz standart formadır. Belə 3D-si və s. də var. Hamısı eyni cür məntiqlə olur onsuz da. Bar var, sütunlu diaqramın elə bil əyri, dönmüş versiyası kimi fikirləşə bilərsiniz. Bundan test gələ bilər, hesablama testi, amma adı orta məktəb kitabında yoxdur. Sonra başqa nə var idi? Histoqram, dediyim kimi, histoqramı qarışdırıblar sütunlu diaqramla. Histoqramın mahiyyəti, bax, üst tərəfdən baxın. Histoqramın mahiyyəti biraz daha fərqlidir, görünüşü. Elə bil ki, qalxma və enmələri, hərəkətləri daha dəqiq analiz edə bilməkdən ötürü istifadə olunur. Və burada sütunlar bir-birinə yapışıq formada olur. Amma sütunlu diaqramda arada belə gördüyünüz kimi məsafələr olur. Sırf bununla bağlı bir sual gələcəyini zənn eləmirəm. Belə. İndi isə gəldik bu diaqramın oxunma məsələsinə. Bir dənə bura keçək, buradan legendanı deyim sizə, yaddan çıxartmamış. Baxın, sağ tərəfdə hansı rəng, hansı nəyi göstərir? Bax, mavi olan RAM-ı göstərir, o birisi hard diski göstərir, boz olan SSD-ni göstərir, digər bu tünd sarı deyim, nə rəngdirsə bu DVD-ni göstərir. Bax, legenda budur, nəyin nə olduğunu göstərən hissə. İndi qayıtdıq bura. Deməli, uşaqlar, burada məncə bir probleminiz olmaz, dediyim kimi. Bu diaqramın oxunması, məsələn, satış diaqramıdır bu gördüyünüz kimi. Deyir ki, RAM-dan belə baxırsınız, 120 dənə satılıb, belə. Hard disk, hard diskə diqqət eləyəsə olsanız, ortadakı xəttə gəlir düşür. Bu ortadakı xəttə 120 ilə 80-in arasındadır. Burada riyaziyyatda, fizikada elədiyiniz adı əməliyyat 120 çıx 80, buradan alırsınız 40. 2 ilə yerə bölünüb də, düzdür. 40 bölünsün 2, alırsınız 20, yəni 20-20 gedib demək ki, bəli, bu hissədə 100 olur. Bu, sadə bir əməliyyat da bu da. Normalda diaqramların elementləri ilə bağlı şeyləri biləndə yerdə qalan testlər riyazi olur deyə buralardan birinci qruplar çətinlik çəkmirlər. Dairəvi diaqram. Uşaqlar, dairəvi diaqramı faiz vasitəsilə verirlər daha çox. Faizlə işləyəndə də yenə riyazi yanaşmalar eləyirik. Gəlin bunun belə faiz hissəsini göstərim sizə. Bu DVD-ni də buradan yığışdıracağım. Qoy 3 dənə dilim olsun. Buna yazdım, tutaq ki, sadə ədədlər yazacağım. Məsələn, nə yaza bilərik? Yazaq buna, tutaq ki, 50. O birisinə yazdım 20, o birisinə yazdım 30. Bax, buradakı ədədlərə uyğun olaraq faizləri göstərir. İndi rahatdır da, ümumi hamısını toplayanda 100 eləyir. Bu RAM hamısının yarısıdır, o birisi 20%-ə uyğun gəlir. Bu da 30%-ə uyğun gəlir. Bir də belə deyək ki, bunları 2-yə vurub yazaq. Buradan birincinin yerinə 100 yazacağım. İkincinin yerinə 40 yazacağım. O birisinin yerinə də 60 yazacağım. Yenə faizlər olduğu kimi qalır gördüyünüz kimi. Ədədləri dəyişdirdim. Tam birə-bir üst-üstə düşməsinlər deyə. Yəni, nə isə bir şeyi, misal üçün, bu SSD-ni gizlədib soruşa bilər. Tənasüb istifadə edə bilərsiniz. Müxtəlif yollar var. Bir də uşaqlar, bir dənə çox vacib bir üsul var. Bax, buradakı ədədlərin ardıcıllığı
diaqrama necə uyğunlaşdırılır, bunu mən sizə deyim. Excelin diaqram qurma qaydası belədir. Bax, saat 12 tamam olanda əqrəb harda dayanır? Bir dənə onu fikirləşin. 12:00. Əqrəb dayanıb burada. Saat əqrəbi istiqamətində 12:00-dan başlayır, diaqramı qurur. Yəni nə deməkdir? Bu, buradakı 100 varan birinci ədəd. Bu dilimi göstərir. Saat əqrəb istiqamətinə gedirsən. O birisi ədədimiz 40. Bu dilimi göstərir. O bir ədədimiz 60. O da üçüncü dilimi göstərir. Bax, bir çox məsələlərdə bunu bu formada həll edə bilirsiniz. Tənasüblə həll edə bilərsiniz və s. Bax, məsələn, bəzən bu 40-ı gizlədir, bura sual işarəsi qoyur, deyir ki, sual işarəsi olan xanada neçə yazılmalıdır? Sən burada sadə bir şey fikirləşə bilərsən. Saat əqrəbi qaydası, deyərsən bu 100, bu sual işarəsi olan isə bura x, o birisi də 60. Tənasübdən də gedə bilərsən, başqa bir çox üsul da tapa bilərsən və ya daha sadə. Deyə bilərsən ki, bax, bu dilim ümumi yarısıdır da, düzdür. Onda bu iki dənə dilimin cəmi bu böyük dilimə bərabər olmalıdır. Faizlər arasındakı əlaqə ədədlər arasında da olmalıdır. Yəni 30% üstəgəl 20%, 50% olduğu kimi 60 üstəgəl x bərabərdir 100 olmalıdır. Buradan da x bərabərdir 40-ı asanlığını tapa bilirik. Belə. Bu dairəvi diaqramla bağlı nə rənglə verilmir? Şəkillər imtahanda yox. Tünd, açıq və s. nəsə verirlər, amma da qırmızı rəng və s. kitabça ağır olur. O formada olmur. Amma yəni baxanda görəcəksiniz də. Bəzən ştrixləyirlər. Misal üçün tutaq ki, birini belə ştrixləyir, fərqləndirməkdən ötürü, birini belə, birini boz rəngdə verir, nə bilim, birini belə kərpici dəftər kimi göstərir. Legendada da verirlər uyğun olaraq. Yəni bir formada anlaşılan şəkildə verirlər. Yəni o problem olmur. Qıraqda olan yazılarda ona uyğun ya ştrixlənir, ya rənglərin açıqlığına, tündlüyünə görə müəyyənləşdirə bilirsiniz. Yəni o problem olmur. Və uşaqlar, gəldik növbəti diaqramımıza. Dediyim kimi, yəni diaqramlarda əsas məsələ riyaziyyatdır. Növbəti diaqramımız satışla bağlı olan diaqramdır. Deyə bilərik ki, bu əvvəlkilərlə müqayisədə biraz mürəkkəbdir. Amma deməz idim, yəni böyük ehtimal ki, burada da çətinlik çəkməyəcəksiniz. Bu cədvələ uyğun bu diaqram qurulub. Təbii ki, cədvəl bizə verilirsə, yəni hər şey əlimizin altındadır, ədədlər. Normalda bir çox hallarda cədvəl olmur və siz diaqramdan məlumatları götürməli olursunuz. Burada da legendadan kömək alacaqsınız sağ tərəfdə. Qırmızı rəng yanvarı, bu tünd mavi olan fevralı, digəri isə, yaşlı olan isə martı göstərir. Və burada misal üçün nə soruşa bilər sizdən uşaqlar? Cədvəl yoxdur, belə fikirləşin. Misal üçün deyə bilər ki, fevral ayında hard disk nə qədər satılıb? Gəlib buradan fevralın rənginə baxırsınız. Buradan da hard diski tapırsınız. Baxırsınız, 120 dənə satılıb. Və ya tutaq ki, DVD mart ayında nə qədər satılıb? Gəldiniz buradan DVD-ni tapdınız. Martın rənginə baxdınız, xətti izlədiniz, 160. Bu arada olan qiymətlərdə bayaq olduğu kimidir. Yenə 20-20-dir, addım 40, 20-20-dir. Bura 140 olacaq, bura 100 olacaq və s. Nisbətən qarışıq görünəni budur. Onda bu dediyim məntiqlə məncə işləyə bilərsiniz. Böyük ehtimal ki, fizikada ya da riyaziyyatda bu tip diaqramları görmüsünüz. Belə uşaqlar, bu mövzunun ümumi mahiyyəti, məntiqi Excel ilə bağlı bundan ibarətdir. Dediyim kimi, Excel bu deyil, yəni. Sadəcə orta məktəb kitablarında verilən məlumatlar bunlardır. Bundan başqa riyazi məntiqi nəsə diaqramlarda təbii ki, düşə bilər. O da artıq sizin riyazi biliyinizə qalacaq. Düşünürəm ki, orada da bir problem yaşamazsınız. Onsuz da dimdən testləri işləyəcək, Udemy-dən testləri işləyəcək. Onlara da diqqətli şəkildə yanaşsaz, riyaziyyatınızda işə salsaz bir problem olmayacaq. İndi videonu saxlayıram və ondan sonra da nəsə xüsusi sualınız olsa danışarıq.